Tehran Universitetinin professoru, antropologiya və dilçilik sahəsində çoxsaylı tədqiqatların müəllifi Emilia Nersisyans illər öncə yazdığı bir məqaləsində Tehranda yaşayan etnik azlıqlar, Azərbaycanlılar və ermənilər arasında iki dillilik məsələsini araşdırıb. Müxtəlif situasiyalarda iki etnik qrup üzvlərinin dil seçimini keçirdiyi sorğular əsasında təhlil edən tədqiqatçının gəldiyi nəticələr heyrətamizdir. Sayca Azərbaycanlılardan dəfələrlə az olan Tehran erməniləri fars dilinə müraciət məsələsində daha üstün mövqeyə sahibdilər. Belə ki, Tehranda yaşayan Azərbaycanlıların 67%-i öz uşaqları ilə farsça danışırlar. Halbuki, ermənilər arasında bu göstərici 0%-ə bərabərdir. Ermənilərin 39%-i öz qohumlarına məktub yazanda erməni dilindən istifadə edirlər. Azərbaycanlılarda isə bu rəqəm yalnız 3% təşkil edir. Ermənilərin 31%-i daim erməni dilində kitab, jurnal və qəzet oxuyur. Azərbaycanlılarda isə bu rəqəm 0-a bərabərdir. Azərbaycan və erməni dillərinin fars dili qarşısında qeyri-bərabər durumunu əks etdirən bu faktlar, onların daşıyıcısı olanların sayı və cəmiyyətdəki mövqeyi nəzərə alındıqda mövcud dilçilik nəzəriyyələrinə uyğun gəlmir. Nersisyans bu uyğunsuzluğu Tehranda ermənilərin öz dilində təhsil alması və Azərbaycanlıların ana dilində tədrisdən məhrum olması ilə izah edir. Bir Azərbaycanlının deyil, İran rejiminin gözünün işığı olan erməni azlığın nümayəndəsinin bu araşdırması və gəldiyi nəticə, hakimiyyətin məkirli siyasəti ucbatından ölkədə müsəlman Azərbaycanlıların hansı vəziyyətə salındığını aydın göstərməkdədir.